günə bir siqaret də ürəyə zərər verir. PLOS Medicine jurnalında dərc olunan yeni araşdırma siqaret çəkmə intensivliyinin və ondan imtinanın ürək-damar xəstəliklərinin geniş spektrinə necə təsir etdiyini daha ətraflı araşdırıb. 22 prospektiv kohort tədqiqatının məlumatlarının əsasında aparılan bu araşdırmaya 323.826 yetkin daxil edilib. İzlənmə müddəti 20 ilə qədər davam edib. Təhlillər infarkt, insult, ürək çatışmazlığı, qulaqçıqlarının fibrilyasiyası və bütün bu səbəblərdən yaranan ölüm kimi sağlamlıq göstəricilərini əhatə edib. Hazırda siqaret çəkənlərdə heç vaxt çəkməyənlərlə müqayisədə bütün nəticələr üzrə risk davamlı olaraq daha yüksək olub. Məsələn, hazırda siqaret çəkən qadınlarda ürək-damar xəstəlikləri riski 2 dəfədən çox artıb. Bütün səbəblərdən ölüm riski isə çəkən kişilərdə 117%, qadınlarda isə 143% daha yüksəkdir. Ən kiçik dozada belə gündə cəmi 2-5 siqaret arası çəkənlərdə qulaqçıqların fibrilyasiyası riski 26%, ürək çatışmazlığı riski isə 57% daha yüksək olub. Ürək-damar səbəblərindən ölüm 57%, bütün səbəblərdən ölüm isə 60% artıb. Risk ən çox siqaret çəkmənin ilk 20 ilində kəskin şəkildə artıb.